Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ve sellem ve baraka ala seyyidina Muhammed ve ala alihi ve sahbihi ecma'in. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ugdeten min lisani yefqahu qawli. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu değerli müsəlmanlar. Uzun müddətdən bəridir ki, fiqh dərslərimizi dayandırmışdıq. Allah Taala'nın köməkliyi ilə dərslərimizə davam edirik. Həmbəli fiqh dərslərimizə davam edirik. Və biz sular bölümünü bitirmişdik, yadınızdadırsa. Və bu gündən qablar bölümünü oxumağa başlayırıq. Bəbul Əniyə, yəni qablar bölümü. İbn Bəlbən, yəni müəllif İbn Bəlbən rahimehullah Teala buyurur: "Kullu ina'in tahirin yubahu ittihazuhu ve isti'maluhu illa an yakuna zahaban aw fiddatan aw mudabbaban bi ahadihima." Təmiz olan hər bir qabı saxlamaq və istifadə etmək mübahdır. Ancaq onun qızıldan, yaxud gümüşdən, yaxud bu ikisindən biri ilə lehimlənmiş olmaması gərəkdir. Müəllif burada saxlanılması və istifadə edilməsi icazəli olan qabların bir neçə sifətini bəyan edir. Birinci sifət hansıdır? Həmin qablar təmiz olmalıdır. Yəni təmiz sözü ilə buradan nə xaric olur? Yəni qablar murdar olmalı deyil və ya nəcasətli bir şeydən hazırlanmalı deyil. Buna nəyi misal verə bilərik? Misal olaraq sağ ikən təmiz olmayan, məsələn ayının dərisindən bir qab hazırlanarsa, o qabı istifadə etmək və saxlamaq haram olacaq. Haram olacaq. Və yaxud götürək ki, ayının sümüyündən bir əşya hazırlanır. Həmçinin o əşyanı da saxlamaq və istifadə etmək haram olacaq. İkinci qeyd etdiyi sifət nədir? Onun mübah olmasıdır. Alimlər mübah kəlməsini nəyin qarşılığında istifadə edirlər? Misal olaraq bir əşya və yaxud qab və yaxud alət birindən oğurlanarsa və yaxud bir şəxsin əlindən zorla alınarsa, bu mübahın qarşısında gələn bir şeydir. Yəni mübah sayılmayacaq həmin alət və yaxud həmin əşya və həmin qab. Yəni o qabı saxlamaq və istifadə etmək haram sayılacaq şəriətdə. Burada müəllif rahimehullah Teala bir şeyi qeyd etmir, amma Zadul Mustaqin əsərində İmam Həccav onu qeyd edir. Deyir ki, "Vələv səminən", hətta qiymətli daşlardan, qaşlardan da olsa belə həmin qab və yaxud əşya, alət, onu istifadə etmək və saxlamaq icazəlidir. Yəni məzhəbdə mötəməd olan görüş budur. Təbii ki, məzhəbdə bu məsələdə ixtilaf vardır alimlər arasında. Ancaq dediyim kimi məzhəbdə mötəməd görüş odur ki, qiymətli daşlardan, qaşlardan hazırlanan qabı saxlamaq və istifadə etmək icazəlidir. Sonra müəllif rahimehullah Teala burada bir şey istisna edir. Hansı qabları istifadə etmək olmaz? Qızıldan, gümüşdən və yaxud bu ikisindən biri ilə lehimlənmiş, yəni yamanmış qabları istifadə etmək olmaz. Qadağandır. Bu anlama nə daxildir? Təkcə yamanmış qablara aid deyil. Bu anlama, bu məfhuma nələr daxildir? Misal olaraq qızıldan və gümüşdən hazırlanmış qablar və yaxud qızılın və gümüşün suyuna salınmış qablar və yaxud qızıl və gümüşlə rənglənmiş qablar və yaxud qızıl və gümüşlə yamanmış qablar. Bütün bu qablar, yəni bu şəkildə hazırlanan qablar və yaxud alətlər və yaxud əşyalar bu anlama daxildir. Onları mütləq olaraq istifadə etmək və saxlamaq haramdır. Yaxşı, sual oluna bilər ki, günümüzdə çoxdur da, məsələn, əşyalar, qablar qızılın və gümüşün rəngi ilə rənglənir. Onları da saxlamaq və istifadə etmək haramdır. Cavab olaraq bildirir ki, xeyr. Burada alimlərin qəsdi nədir? Qızıl və gümüşdən istifadə edərək hazırlanan və yaxud onlardan tərkibində bir şey olan qablar və əşyalar şəriət tərəfindən qadağan edilir. Saxlanılması da, istifadəsi də. Müəllif rahimehullah burada bir məsələni qeyd edir, ibarəni ittihazuhu və isti'maluhu. Saxlamaq və istifadə etmək sözlərini qeyd edir. Və bu da hansı fiqhi qaydaya əsasən deyilir? Alimlər qatında belə bir qayda var. Mə harma isti'maluhu mutlaqa, harma ittihazuhu alə heyətil isti'mal. Bir şeyi mütləq olaraq istifadə etmək haramdırsa, onu istifadə edilmiş bir biçimdə, görünüşdə saxlamaq qadağandır. Buna nəyi misal verə bilərik? Çalğı alətlərini. İslam şəriətində çalğı alətlərini mütləq olaraq istifadə etmək olmaz. Bu səbəblə onları saxlamaq da haramdır. Nə üçün saxlamaq haramdır? Çünki onları saxlamaq bir nəyi ortalığa çıxardır? Bir görünüş yaradır. Sanki o istifadə edilir. Və ya fəqihlər başqa bir məsələni də qeyd edib deyirlər ki, bəzən o əşyaları saxlamaq sonda ondan istifadə etməyə gətirib çıxardır. Ona görə alimlərimiz bunu qadağan edirlər. Və bayaq dediyim kimi, xüsusən alimlər qablar bölümündə danışanda zinət əşyalarından danışmırlar burada. Burada danışdıqları məsələ insanların xüsusən məişətdə istifadə etdiyi qablar, əşyalar, alətlər daxildir bu məsələyə. Misal olaraq bu qələmi götürsək.
bu qələmi gümüş suyuna salınsa qələm, bu qələm və yaxud qələm qızıldan hazırlanarsa bu qələmi istifadə etmək və saxlamaq haram olacaq İslam şəriətində. Sual oluna bilər ki, bəs bizim alimlər buna dair hansı dəlillərə dayanıblar? Onlar Peyğəmbər sallallahu aleyhi ve sellemdən gələn bir neçə hədisi dəlil gətiriblər. Bu hədislərdən birincisi Daraqutninin İbn Ömərdən rəvayət etdiyi hədisdir. Hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem belə buyurur: "Mən şəribə fi ina'i zəhəbin əv fiddatin əv ina'in fihi şey'un min zəlik fə innəmə yücərcuru fi batnihi nara cəhənnəm." Deyir, kim qızıl, yaxud gümüş, yaxud bu ikisindən birindən bir şey olan qabdan içərsə, bu qiyamət günü onun qarnına cəhənnəm odunu daxil edər. Yəni burada bir məcaz var. Allah Resulü sallallahu aleyhi ve sellem insanları təhdid edir, müsəlmanları ki, yəni bundan istifadə etməyə qadağan edir. Sanki insan suyu içdikdə o su səs çıxardır axı, düzdürmü? Sanki cəhənnəm odun onun qarnına səs çıxarda daxil ediləcək. Əgər insan bu əməli edərsə, Peyğəmbər sallallahu aleyhi ve sellem onu təhdid edir. Təhdid edir. Bu birinci hədisdir. İkinci hədis də Buxar və Müslimin rəvayət etdiyi hədisdir. Həmin hədisi Huzeyfə radiyallahu anhu rəvayət edib. Peyğəmbər sallallahu aleyhi ve sellem həmin hədisdə buyurur ki: "La təşrabu fi aniyyətiz-zəhəbi vel-fiddati və la tə'kulu fi sihafihə, fe innahum lahum fi'd-dunya və lakum fi'l-axirə." Qızıl və gümüş qablarında yeyib içməyin. Çünki həmin qablar dünyada onlar üçün, axirətdə isə sizin üçün edilmişdir. Bu ikinci hədisdir ki, alimlərimiz bununla dəlilləndirmə gətiriblər. Sual oluna bilər ki, yaxşı bunun səbəbi nədir? Şəriət nə üçün bunu qadağan edib? Alimlər müxtəlif illətlər gətiriblər. Bəzi alimlər bildirirlər ki, bu israfdır, bu qablardan istifadə etmək. Bəzi alimlər deyir ki, bu qablardan istifadə etmək təkəbbürlüyü gətirir, təkəbbürlüyü ortalığa çıxardır. Bəziləri bildiriblər ki, bu qablardan istifadə etmək kasıb müsəlmanların qəlbinin qırılmasına səbəb ola bilər. Yəni onlar bu şeyləri görürlər, onların qəlbləri qırılır. İbn Qayyim rahimehullah təala başqa bir səbəb gətirir. Bildirir ki, daha doğrusu budur ki, şəriət bunu kafirlərə icazə edib, müsəlmanlara qadağan edib. Çünki bu qablardan istifadə etmək müsəlmanlarla Allah arasında olan o qulluğa, yəni ubudiyyətə mənfi təsiri göstərir. Çünki müsəlmanlar bu qulluqla nəyi umurlar Allah təaladan? Axirət əcrini, düzdürmü? Amma deyir ki, baxırsan hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem kafirlərə bunu icazəli edir. Çünki kafirlərlə Allah arasında bir ubudiyyət, bir qulluq bağı yoxdur. Qulluq bağı yoxdur ki, axirətdəki əcrlərini zaya çıxartsınlar, düzdürmü? Və İbn Qayyim rahimehullah təala buyurur ki, buna yalnız bu qablara kim, yəni bu şeylərdən kim istifadə edir? O kəslər ki, Allaha həqiqi qulluqdan çıxırlar. Dünya ilə razı qalırlar və dünyanın mətasına axirətin səbəbindən qabaq tələsirlər. Və deyir ki, Allah Taala daha doğrusunu bilir. Və sonra müəllif rahimehullah təala İbn Bəlbən burada bir halı istisna eləyir. O hal hansı haldır? Buyurur: "Lakin tubahu dabbatun yasiratun min fiddatin li hajatin." Ancaq ehtiyac olarsa, gümüşlə azca lehimlənmiş qab mübah hesab ediləcək. Müəllif gümüşlə azca lehimlənmiş qabları istisna edir. İstisna edilən şey 4 şərtin olması lazımdır. Birinci, həmin qab lehimlənməli olmalı. Yəni qaba yamamaq məqsədi ilə nəsə əlavə edilir. Gümüşdən. Gümüşdən nəsə əlavə edilir. Təbii ki, təkcə burada yamamaq məqsədi deyil, həmçinin misal olaraq qabın müəyyən yerini bərkitmək məqsədi ilə də ora, yəni səhih məqsədlər səbəbilə ora müəyyən şeylər əlavə etmək olar. O da bu anlama daxildir, bu məfhuma daxildir. Qabın lehimlənmiş olmasıdır. Yəni sınacağı zaman və yaxud çatlayacağı zaman onun gümüşlə lehimlənməsidir. Birinci şərt. İkinci şərt nədir? Onun az miqdarda olmasıdır. Yəni yamaman yer, yəni lehimlənmiş yer nədir? Az miqdarda olmalıdır. Onun az və yaxud çoxluğunu təyin edən nədir? İnsanların örfüdür. Əgər insanların örfüne görə lehimlənmiş yer çox olarsa o qabı istifadə etmək olmaz. Həmçinin saxlamaq olmaz. Ancaq az olarsa istifadə edib və saxlamaq olar. Üçüncü şərt odur ki, onun gümüşdən olmasıdır. Yəni bir qabı əgər biz yamayırıqsa, mütləq ki, o gümüşdən yamanmalıdır. Lehimlənmə gümüşlə həyata keçirilməlidir. Qızılla olsa, az da olsa həmin qabı saxlamaq və istifadə etməyə icazəli olmayacaq. Bu üçüncü şərtdir. Və dördüncü şərt də odur ki, ehtiyac olacağı zaman bunu etməsidir.
yəni ehtiyac olmazsa bunu etmək olmaz. Yəni bunu zinət məqsədi ilə və yaxud bərbəzək məqsədi ilə qaba nəsə əlavə edərsə, həmin qabları da saxlamaq və istifadə etmək olacaq, haram sayılacaq. Və bir şeyi də qeyd edim, Həmbəli fəqihlər bu məsələdə nəyi dəlil gətirirlər? Onlar Ənəs radiyallahu anhun rəvayət etdiyi, yəni Buxarinin rəvayət etdiyi hədisi dəlil gətirirlər. Hədisdə belə deyilir: "Ənə qadahan Nəbi sallallahu əleyhi və səlləm inkəsara fəttəxəzə məkənə şə'bi silsilətən min fidda." Peyğəmbər sallallahu əleyhi və səlləm deyir, qədəhi qırıldı. Və o qırıq olan yerə gümüşdən azca tikiş atdı. Azca tikiş atdı. Və bir şey də deyim, bu ibarədə burada yoxdur. Məsələn, Zadul Mustaqin əsərində İmam Həccavi buyurur ki, "Tukrahu mübəşəratuhə li qeyri hacəti." Yəni ona birbaşa təmas etmək, o lehimlənmiş hissəyə məkruhdur. Misal verim. Bir stəkandır, çatlayır, ona gümüşdən azca lehimlənmə əlavə edirlər, düzdürmü? İnsan su içdikdə dodaqları ilə ora birbaşa təmas etməməlidir, digər yerdən içməlidir. Ancaq ehtiyac olarsa təbii ki, bu məkruhluq aradan qalxacaq. Amma burada bir faydanı da qeyd edim, Zadul Mustaqin əsərindən, burada qeyd edilməyib. Orada İmam Rahiməhullah buyurur ki, "O tasihhut taharatu minha." Yəni qızıl və gümüş qablardan, həmçinin onların hökmündə olan qəsb edilmiş, oğurlanmış qablardan alınan təharət, yəni dəstəmaz və qüsul səhihdir. Yəni indi bir məsələni dəyərli müsəlmanlar yadınıza salım. Yadınızdadırsa biz sular bölümündə demişdik ki, insan oğurlanmış və ya qəsb edilmiş sunan, düzdürmü? Dəstəmaz alarsa və ya qüsul alarsa, onun dəstəmazı və qüslu batıl olacaq. Görürük ki, orada qadağan edilmiş bir şeydən istifadə edir insan, qüsul və dəstəmaz alır. Dəstəmazı və qüslu batıl olur. Burada da qadağan edilmiş, məsələn, qızıl və gümüş qablardan istifadə edir. Həmçinin oğurlanmış və yaxud qəsb edilmiş qablardan istifadə edir. Amma onun dəstəmazı və qüslu nə olur? Səhih olur. Yaxşı, səbəb nədir? Bunu misal verərək izah edəcəm. Əgər qadağan edilən şey ibadətin özündən və ya şərtlərindən olarsa, o qadağan edilən şey edilməklə həmin ibadət batıl olacaq. Buna misal. Biz bilirik ki, namazın şərtləri var və övrəti örtmək namazın səhihli şərtlərindən sayılır. Və kişilərə də ipək geymək haramdır. Əgər bir kişi övrətini namazda ipək paltarla örtərsə, haramlıqla bərabər onun namazı batıl olacaq. Nə üçün? Çünki o namazın səhihli şərtlərində haram olan bir şeyinə əməl etmişdir, düzdürmü? Ancaq insan sual olunur, başına təkkə qoyarsa ipəkdən və namaz qılarsa, onun namazı batıl olacaq yenə də. Xeyr. Nə üçün? Çünki başın bağlanması övrətin örtülməsi anlamına daxil deyil. Ümumiyyətlə, şəriət başın örtülməsini namazın səhihli şərtlərindən etməyib. Ancaq övrətin örtülməsini namazın səhihli şərtlərindən edib. Başın örtülməsi isə namazın səhihli şərti deyil. Sadəcə insan başına ipəkdən papaq qoyaraq namaz qılarsa, yəni təkkə qoyaraq namaz qılarsa, o haram sayılacaq, amma namazın batıl etməyəcək. Çünki dediyim kimi, başın örtülməsi övrətin örtülməsi anlamına daxil deyil. Və yaxud corablar. Bax, insan ipəkdən corab geyinib. Onun namazı batıl olacaq? Xeyr. Nə üçün? Çünki corablar, yəni ayaqların örtülməsi, misal kişilərdə, övrətin örtülməsi anlamına daxil deyil. Yəni, namazın səhihli şərtlərindən deyil. Bu səbəblə haramlıqla bərabər onun namazı batıl yox, səhih sayılacaq. Namazı səhih sayılacaq. İndi gələk dediyimiz məsələyə. İnsan oğurlanmış sunan və yaxud qəsb edilmiş sunan dəstəmaz və qüsul alır. Sual olunur. Dəstəmazın və qüslün şərtlərindəndirmir ki, su mübah olsun? Bəli. Deməli, dəstəmazın və qüslün şərtlərində insan haram bir şeyə əməl edəndə onun nə olacaq? Dəstəmazı və qüslu batıl olacaq. Ancaq insan dəstəmazı və qüslu qızıl, gümüş qablarından və yaxud oğurlanmış qabdan alarsa, onun niyə dəstəmazı batıl olmur və ya qüslu batıl olmur? Çünki qüslun və dəstəmazın şərtlərindən deyir ki, qab olmalıdır mütləq. Yəni, qabın olması şərt edilməyib. Amma suyun mübah olması dəstəmazlar və qüsulda şərt edilib. Və yaxud alimlər bunu başqa misalla necə izah edirlər? Deyirlər ki, əgər o şey olmazsa, ibadət batıl olursa, deməli o şərtlərdən sayılır. Yəni o şey olmazsa, ibadət batıl olursa, deməli o haramı etmək olmaz. Yəni o etməklə ibadət batıl olur. Amma elə haramlar var ki, onu etməklə o ibadət səhih olur. Ona görə onu etmək haramdır, amma ibadət batıl olmur. Misal, bayaq dediyim kimi, insan övrətin örtməsə namaz qılsa, namazı səhihdir onun. Namazı səhih sayılmayacaq. Həmçinin insan sudan istifadə etməsə,
qüsul və dəstəmaz ala bilər? Yox. İstifadə etməsə ala bilməz, dostum. Amma insan qablardan istifadə etməsə, onun dəstəmazı və qüsulu sahih sayılacaq. Niyə? O, krantdan istifadə etsin, değil mi? Yəni, qısa olaraq bu şəkildə yadda saxlayaq ki, əgər bir şey ibadətin özündən və ya şərtlərindəndirsə, onu edərsə, qadağan edilən şey, ibadət batıl olacaq. Ancaq bir şey ibadətin şərtlərindən deyilsə, onu etməklə insan haram, günah qazanacaq, yalnız və yalnız. Amma ibadəti isə səhih olacaq. Və onu da hansı qaydaya əsasən demişdi, yadımızdadırsa, dedik ki, fiqhdə bir qayda var. Ən-nəhyü yaqtadil fəsad. Qadağan edilən şey, qadağan edilmiş şey, qadağan edilənin fasid olmasını tələb edir. Bu səbəblə bildiririk ki, bunu inşallah namaz bölümündə irəlidə daha bu barədə yenə də danışacaq. Bir şey ibadətin özündən və ya şərtlərindəndirsə və qadağan edilibsə, onu insan etməklə ibadət batıl olacaq. Nə deyək ki, dəstəmazda və qüsulda insan haram sudan, yəni oğurlanmış və yaxud qəsb edilmiş sudan istifadə edirsə, ibadəti batildir. Ancaq insan dəstəmazda və qüsulda haram edilmiş qablardan istifadə edirsə, haramlıqla bərabər dəstəmaz və qüslu səhihdir. Çünki qablardan istifadə etmək dəstəmazın və qüslunun şərtlərindən deyil. İnşallah gələn dərs qablar bölümünü bitirəcəm. Allah təaladan müvəffəqiyyət diləyirəm. Velhamdülillahi Rabbil alemin.